Salam, Botox efirdədir. Mən 4-yə sinifinin şagirdi Dəniz Həsənquliyeva. Bu gün Leyla müəllimə suallarımıza cavab verəcək. Salam. Müəllim, ev tapşırığı niyə verirsiniz? Ev tapşırığı biliklərinizi möhkəmləndirmək, öyrəndiklərinizi tətbiq etmək üçün verilir. Bəzən ev tapşırığı çox olur və vaxtımız çatmır. Bu normaldır, yoxsa daha tez işləməliyik? Məqsəd ev tapşırığını tez bitirmək deyil, onu mənimsəyərək yerinə yetirməkdir. Ev tapşırığını edərkən səhvlər etmək normaldırsa, bu gələcəkdə öyrənməyimizə kömək edir. Səhv öyrənməyin ayrılmaz hissəsidir. Ən çox insan səhvini bildikdə, anlayıb bildikdə inkişaf edir və biliyini möhkəmləndirir. Müəllim, ev tapşırığını daha maraqlı və asan başa düşülən etmək üçün nə edə bilərsiniz? Düşünürəm ki, ev tapşırığı maraqlı üsullarla verildikdə daha səmərəli və yadda qalan olur. Müəllim, ev tapşırığını hər gün vermək əvəzinə həftədə bir dəfə verilsə öyrənməyimiz daha tərs olar, yoxsa daha az? Düşünürəm ki, öyrəndiklərimizi həyata tətbiq etdikdə biliklərimiz faydalı bacarıqlara çevrilir və həyatımız asanlaşır. Ev tapşırığını başqası ilə birgə edəndə öyrənmə üsulumuz necə dəyişir? Ev tapşırığını başqası ilə birgə etdikdə daha dərin olur, çünki fikir mübadiləsi anlayışı gücləndirir. Müəllimə, suallarıma cavab verdiyiniz üçün təşəkkür edirəm. Botox efirdəydi.